Kiçik hediyə. Geldi yarmarkaya. Salam xanımlar, hər vaxtınız xeyir olsun. Son vaxtlar özümə bir qayda qoymuşam. Hər gün ən az 1 saatımı evin təmizliyinə və səliqəsinə ayıracağam. Adətən yataqları yığmaqla başlayıram. Sonra otaqları, ortalığı toplayıram. Ortalıqda nə varsa yerinə qoyuram. Qapıları, masaları, setləri silirəm, tozlarını alıram. Daha sonra qonaq otağını və mətbəxi səliqəyə salıram. Mətbəxdə gündəlik olaraq qab yuyan maşınını kirli qablarla doldururam. Daha sonra mətbəx dəzgahını silirəm və soyuducuya əl gəzdirirəm. Əgər soyuducu kirlidirsə, yerindəcə oranı silirəm və içərisində səliqəyə salıram. Əldə yuyulmalı qablar varsa, yuyub yerinə yerləşdirirəm. Əlbəttə ki, gündəlik olaraq paltar yuyan maşını da işə salıram. Əgər qurumuş paltarlar varsa, onları da qatlayıb yerinə yerləşdirirəm. Yəni bu işlərin hamısını 1 saatın içində həll etməyə çalışıram. Əslində bunlar gündəlik xırda işlər kimi görünür, amma hər gün az-az etdikcə ev heç vaxt, yəni dağınıq olmur və insan özünü daha rahat hiss edir. Mən artıq bunu bir rutin halına gətirmişəm və çox xoşuma gəlir. Bir də var ki, hər gün edilməyən təmizliklər olur. Məsələn, 3 gündən bir etdiyim işlər, həftəlik dərin təmizliklər və ya ayda bir dəfə görülən böyük işlər. Onları da növbəti vloqlarda sizinlə birlikdə edərik və bəlkə də birlikdə planlayarıq. Zəhmət olmasa siz də yazın, gündəlik təmizliyə haradan başlayırsınız və sizin gündəlik təmizliyinizə nələr daxildir. İşlərimi yenicə bitirmişdim ki, eltimdən zəng gəldi. Dedi ki, mağazada qab-qacaq məhsullarına çox gözəl endirimlər var. Vaxt elə gedib baxaq. Mən də eləmədim tənbəllik. Dedim, hazır ol, yarım saatda gəlim, çıxaq birlikdə baxaq. Getdik və sizin üçün də mağazada olan qabları çəkdim. Açığı bəzi modellər o qədər gözəl idi ki, insan baxmağa doymurdu. Xüsusilə də yasəmən rəngində olan qablar o qədər xoşuma gəldi ki, bir müddət alıb almamaq arasında tərəddüd etdim. Həqiqətən çox zövqlü görünürdü, amma sonda almadım. Çünki nə qədər bəyənsəm də hazırda ehtiyacım yox idi. Bundan xoşun gəlmir deyirsən? Niyə rəngindən xoşun gəlmir? Ama bir de bak şimdi ben Qiyməti neçədir? 7.55. Niyə fokuslanmır? Qəşəngdir. Mən bunlardan xoşum gəldi. Qəşəngdir. Neynirəm, çoxdur da qabım. Əslində qiymətlər də kifayət qədər münasib idi. Çörək qabları vardı, üçü birlikdə təxminən 10 manat idi. Tək olan modellər də vardı. Səhv etmirəmsə 1 manata yaxın idi. Onları da sizin üçün videoya çəkdim. Bilmirəm niyə, amma mən qab-qacağı çox sevirəm. Mağazada rəngbərəng qablar görəndə uzun-uzun baxıram. Amma bir problem var ki, mənim qab yuyan maşınım bu tip naxışlı və rəngli qablar üçün çox da uyğun deyil. Zaman keçdikcə rəngləri solur, naxışları köhnəlir. Ona görə gündəlik istifadə üçün daha çox sadə, ağ rəngli qablar seçməyə çalışıram. Bu həftənin sifarişlərini göstərmək istəyirəm sizə. Belə bir dəstimiz var, çox gözəldir. Daha sonra belə bir dəstimiz var. Bu da çox gözəldir. Sonra belə bir dəstimiz var. Bu da çox gözəldir. Adətən müştərilərə, yəni özümün bəyəndiyim parçaları göndərirəm.
Ona görə də hamısına deyirəm ki, bu da gözəldir. Çünki hər birini özüm seçmişəm. Parça həddindən artıq çoxdur. Amma mən onların içlərindən ən gözəllərini, ən qəşənglərini seçməyə çalışıram. Daha sonra belə bir parça var. Bu da qəşəngdir. Bu da belə bir parçadır. İri boz rəng ürəklərdir. Boz rəng döşək üzüsüdür və belə yastıq üzləridir. Bu da çox qəşəngdir. Sonra bu dəstimiz belə dekor yastıqladır. Həm qırmızı rəngdə, həm də ürəkli. Sonra bunu da göstərim sizə elə burada. Bu da ürəkli dəstimizdir. Belə bir yaşıl cızma qaralı ürəklərdir. Belə döşək üzüdür və bu da iki yastıq üzülədir. Biri döşək üzünün rəngində, digər də yorğan üzü rəngindədir. Bu iki dəst iki bacıya gedir. Özləri seçiblər belə. Bu da iki qardaşa gedəcək. Ona görə də eynidir bunlar. Belə bir yorğan üzü var, belə bir döşək üzü və yorğan üzünə uyğun da yastıq üzü hazırlamışıq. Bunu da həmin xanım sifariş eləyib. 2 dənə belə dəst sifariş eləyib oğlanları üçün və çarpaylarının üzəri üçün də belə 2 ədəd örtük sifariş eləyib. Hər birinin də bir ədəd belə üzərində yastığı var. Daha sonra bu dəstləri göstərim sizə. Bu dəstləri də bir bacımız öz cehizi üçün hazırlatdırır. Belə bir yorğan üzü var. Ona uyğun olaraq belə döşək üzü var və yorğan üzünə uyğun olaraq da yenidən belə balış üzləri var. Və bu da ikinci sifarişidir. Burada belə ürəkli yorğan üzü var. Bu da qırmızı rəngdə döşək üzü və 2 ədəd 70-ə yastıq üzləri var. Bu həftənin də sifarişləri belə oldu. İzləyicinin sifarişi də var idi. Pikə, belə döşək üzü və 2 yastıq üzü. Ad günü olacaq inşallah gələn ayın əvvəli. Bu ayın ortası demişdi, çatdıra bilsəz çatdırarsınız. Mən də çalışdım və çatdırdım. Bu da məndən kiçik hədiyyə doğum günü üçün. İndi bunu paketləyim. Sumqayıta gedəndə də elə oradan verəcəm poçta. Sonra keçəcəm ana gilə. Gəldi yarmarkaya. Çiyələk mövsümü gəlib. Bizə də çiyələk almamışıq. Birinci dəfə alacağıq. Samir qoymur, deyir dərmanlıdır, hələ almır. Belə yerlərdən alış-veriş etmək mənim üçün çox xoş olur. Hətta özüm üçün xüsusi bir çanta, kiçik çamadan da almışam. Məhsulları onun içinə yerləşdirirəm ki, ağır olmasın və daşımaq mənim üçün daha rahat olsun. Buradakı satıcı xalalarla da artıq tanışıq. Hər dəfə biraz söhbət edirik. Maraqlı və səmimi söhbətlər alınır. Yəqin elə buna görə də bazar alış-verişi mənə daha doğma gəlir. Hətta Samir o qədər səmimi söhbət edir ki, az qalır oradakı xalalar bizi evlərinə qonaq aparsınlar. Bu dəfə də yenə belə xoş və səmimi bir alış-veriş etdik. Salam. Bu nə gülüdür? Hə, eybi yox. Hə, yox, eybi yox, narahat olma. Nasıl mesafesi? Hə. Darağı dedim. Bu nerede? Ne gülüdür? Sultan darağı, Paris'ten İlle Göktepe'si. Bu nə gülüdür? Yaxşı pendir, var çəl pendir. Yaxşı yağlı çəl pendir. Bu nedir adı? Begonya. Bu şey oxşur, yalancı gül oxşur. O şey diye kağızı güldür bizim. Onun mədəni adı var. Qəşəng. Cənub bölgəsinin sevimli müşğulətidir. Ana buna nə deyirlər? Bu iri olanda belə paxlaya. Mazandaran paxlası iri-iri. Yarmarkadan almışam. Qəşəng iri-iri belə paxlalar idi. Oy.
Denizcanın sonrasını işgalesi ediyor. Qəşəngdir, yaraşır. Bir dəqiqə, olar mövzudan kənar bir söz deyim Aysi. Mən fikir verdim ki, yarım saatdan çoxdur burada oturmuşam, mənə hələ çay təklif eləyən yoxdur. Nə dedin? Deyirəm hər gün gəl çay iç. Qırmızı ramaşkan yoxdur da. Qırmızı ramaşka olur denə. Demək Hüseyn neçə vaxtdır ki, notebook istəyirdi. Evdə var. Sadəcə olaraq deyir ki, onun parametrləri mənim istədiklərimlə üst-üstə düşmür. Yenisini istəyirdi. Samir də deyirdi ki, alacağam, səbirli ol. Və mən Anagildə olanda baxdım ki, Hüseyn yoxdur. Soruşdum, hay-haray saldım. Dedilər ki, bəs atamla gediblər. Bir də baxdım ki, qaydanda atam Hüseyn üçün onun istədiyi parametrlərdə, yəni onun istədiyi parametr nə idi? Təbii ki, oyun yükləyə bilməsi idi. Gördüm ki, atamla onun istədiyi notebooku alıb gəliblər. Atamın yanında bir neçə dəfə söhbət elədiyimiz üçün atam da şahid olmuşdu bu söhbətlərə. Ona görə də Hüseynin istəyini yerə sala bilmədi və onun üçün belə bir notebook götürüb gəlmişdilər. Əlbəttə ki, Hüseynin sevincini, yəni sevincinin həddi-hüdudu yox idi. Deməklə, yəni izah edə bilmərəm, onu görmək lazım idi. Benim birinci şəkildir. Vatanski şəkildir. Ha, F'in idi. Korktum. İşıq necə yanır? F'in W space bassam. Oo, qəşəng. Orada bassam bu keçir şey. Özünü soyutma rejimi. Nə yox, şu, nə yox. Bu adi rejimdir. Oyun rejimi şey taxanda olur zaten. Əsas məsələ də oyun rejimi, hə, Hüseyn? Ha, o zaten olur. Qəşəng, mübarəkdir, sağlıqla işlət. Dədiyə bir söz demək istəmirsən? Böyle sanmışam. Burada yarmarkadan aldığımız meyvə-tərəvəz var. Kartof, soğan, alça, çiyələk aldıq, amma çiyələk heç yaxşı değildi. Demək olar ki, yaxşı çiyələk də yox idi. Daha sonra pomidor aldım. Bunu satıcı çox təriflədi. Dedi, alın və hər həftə bunun üçün yenidən qayıdacaqsınız. Daha sonra belə xiyar götürdüm. Bu xiyarlar çox dadlı olur. Rəngi çox tünd yaşıl, qarya belə deyim də çalır. Çox qəşəng dadlı xiyar olur. Cemli bulka hazırlayıram. Bizə lazımdır 1 stəkan qaynar süd. Şokolatlı yediysen mi? Hə, Yoxdur. Salam, kimdən gəlməyibsən? 1 stəkan soyuq süd əlavə edirəm. İki ədəd yumurta. Beş yemək qaşığı da şəkər tozu əlavə edirəm. Üç, 4, 5. Bayaqdan qarışdırıram. Yumurtanın biri partlayıb. Bunu bayaqdan mikser qarışdıra bilmir. Axır səbrim qarışdı dedim. Qaşıqla bunu şey qarışdıram. Daha sonra mayanı da əlavə edirəm. Un 5 stəkan gedir bu ölçüyə, yəni 2 stəkan südə 5 stəkan un gedir. Mən stəkanla yox, az-az əlavə edəcəm, artıq xəmirin qədərini bildiyim üçün. Yəni ona görə də stəkanla ölçməyəcəm. Az-az əlavə edəcəm və xəmiri də sizə göstərəcəm ki, xəmir necə olmalıdır. Çox bərk xəmir olanda bulku yaxşı alınmır. Daha sonra şəkər tozu çox olanda bulku yaxşı alınmır.
Kərə yağın çox olanda bulka yaxşı alınmır. Bunların hamısının miqdarını, qədərində düzgün əlavə etmək lazımdır. Mayanı da öncədən belə deyim də köpürtməyə ehtiyac yoxdur. Çünki instant mayadır. Yəni onu köpürməyə ehtiyac yoxdur. Bu arada soruşsanız əgər, mən bu undan istifadə edirəm. Artıq xəmir yaxşıdır. İndi kərə yağını da əlavə edirəm. Burada 100 qram ərinmiş kərə yağı var. Baxın, bu yumşaqlıqda bir xəmir alınır. Xəmiri tuturam, xəmir belə axır. İndi bunu qoyuram, mayalansın. Bulkuları istənilən formada hazırlaya bilərsiniz. Mən bu dəfə bu formada hazırladım və arasına da Milkanın şokoladlarından əlavə elədim. Çünki uşaqlar şokoladlı bulkuları sevirlər. Qalan hissəsini isə cemli bulku hazırladım. Cem olaraq bizim tarlanın yavalı cemindən istifadə elədim. Daha sonra hazırladığım bulkuları soba listinə düzürəm. Yaxşıca mayalanmağa qoyuram. Mayalandıqdan sonra üzərlərinə yumurtalı qarışım çəkirəm və öncədən 200 dərəcədə isidilmiş sobada bişirirəm. Qəşəng mayalanıblar. İndi isə üzərlərinə burada demək 1 ədəd yumurta var. 2 yemək qaşığına yaxın süd var və 1 yemək qaşığı da duru yağ var. Yaxşı-yaxşı qarışdırmışam. İndi üzərlərinə çəkəcəm.